Bugün biz Xətai rayonu 254 nömrəli tam orta məktəbdəyik. İgid qəhrəman oğullarımızın xatirəsinə həsr olunmuş ikinci D sinifindəyik. O oğullardan biri də antiterror əməliyyatları zamanı qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalan Rasim Oqtayoğlu Məmmədovdur. Ruhu qarşısında ehtiramla baş əyirik və burada Rasimin silahdaşları ilə birlikdə olan bir tablonun da önündəyəm. Ruhunuz şad olsun. İgid qəhrəman oğullar. Bu vətən sizi unutmadı. Vətən qəhrəmanları. Hərəniz bir qəhrəman oldunuz. Vətən üçün sinənizi düşmən gülləsinə sipər etdiniz. Gördüyünüz kimi Xuraman xanım vətənpərvər müəllimə burada şəhidlərimizin adına bir güşə də yaradıbdır. Biz Xuraman xanıma öz təşəkkürümüzü bildiririk. Allah bütün şəhidlərimizin məkanlarını cənnət eləsin, məqamları uca olsun. Bu günləri biz də özümüzə borc bildik ki, İlqar Əhmədovun anası Leyla ana, Ramil Rəhimovun anası Gülhəvva ana ilə birlikdə bax bu sinifi ziyarət edək və məktəblilərlə tanış olaq. Xuraman xanıma da öz təşəkkürümüzü bildirək. Ruhunuz şad olsun, qəhrəman oğullar. Bu vətən sizi unutmadı.